Sübutun yoxluğu yoxluğun sübutu deyil, ancaq varlığın sübutu heç deyil. Carl Sagan. Yəqin bu məşhur deyimi görmüş, yaxud eşitmisiniz. Ancaq adətən bu deyim manipulyatorlar tərəfindən yarımçıq təqdim edilir. Bu da öz növbəsində cəhalətə istinad edərək iddia formalaşdırma xətasına, başqa sözlə argumentum ignorantiyama səbəb olur. Təbii ki, bunu edənlər heç də hər zaman bədniyyətli kəslər olmur. Bəzən məlumatsız adamlar da bu xətaya yol verirlər. Gəlin əvvəlcə deyimin hansı mənaya gəldiyini biraz açıqlamağa çalışaq. Məsələn, bir adam iddia edir ki, gecə həyətdə gəzərkən səmada uçan naməlum obyekt görür. Ancaq buna dair yetərli sübutu mövcud deyil. Lakin sübutun olmamağı adamın yanıldığının yaxud yalan danışdığının dəlili ola bilməz. Həmçinin bu onun iddiasını təsdiq də deyil. Hər iki halda sübut yoxdur. Biz iddianı nə təsdiq, nə də təqzib edə bilirik. Elm adamları hər hansı bir məfhumun varlığına dair yekdil əminliyə malikdirlərsə, ancaq sübutun yoxluğu yaxud mövcud texnika və texnologiyalarımızla sübutun əldə olunması mümkün deyilsə, elmdarlar bunu nə təsdiq edir, nə də təqzib. Başqa sözlə gözləmə mövqeyində qalırlar. İndi isə bu yanaşmanı yad planetlər mövzusuna uyğunlaşdırmağa çalışaq. Fikir vermisinizsə, yad planetlərlə bağlı dırnaqarası sübutların demək olar heç biri yüksək keyfiyyətli çəkiliş imkanı olan kameralarla qeydə alınmayıb. Bilirik ki, uzun illərdə həvəskar və professional astronomlar öz teleskopları ilə vizual müşahidələr aparırlar. Yerin orbitində yüzlərlə süni peyklər dolanır. Hubble, James Webb kimi orbital teleskoplar, iri həcmli yerüstü optik və radio teleskoplar gecə-gündüz səmanı müşahidə edir. NASA, JAXA, ESA və sair kimi böyük kosmik agentliklər daim kosmosu müşahidə edir. Ancaq maraqlıdır ki, yad planetli səyyahlar bütün bu samballı və etibarlı qurum və adamların yox, hansısa fermerin, yoldan keçən və 8K çəkiliş edən mobil cihazların olduğu dövrdə 1,3 megapiksel çəkiliş imkanına malik smartfonla qeydiyyat aparan adamlara tuş gəlir. Ola bilər ki, bütün samballı və etibarlı qurum və adamlar birlikdə hərəkət edir və bizi aldatmaqla məşğuldurlar. Vacib saatlarını, günlərini, illərini, vəsaitlərini bizi dolamağa xərcləyirlər. Buna inanıb inanmamaq tamamilə sizin şəxsi işinizdir. Ancaq əmin ola bilərsiniz ki, bu qədər enerji, vəsait, texniki imkanlar, koordinasiya, professionallıq və sair uzun müddət və xəta etmədən təmin olunması mümkünsüzdür.